Salam, mən bugün sizlərə Adobe After Effects proqramını yükləməyi göstərəcəyim. Əvvəlcə biz bu proqramı nə üçündür, onun haqqında danışaq. Bu proqram müxtəlif reklamlar hazırlamağa və videoları montaj etməyə yarayır və çox gözəl bir proqramdır. Bu proqramı internetdə çox axtardım, lakin bunu yükləmək bunu tapmaq biraz çətin oldu və bunun üçün mən sizə bunu göstərəcəyim. Əvvəlcə hər hansı bir internet browserini açırıq və burada Adobe Download sözünü yazırıq və gördüyünüz kimi burada download a free trial or buy Adobe products. Bu sözə tıklayırıq. Bu sözə tıkladıktan sonra belə bir səhifə açılır və burada bunu aşağı gətirərək After Effects sözünə tıklayırıq. Və burada gördüyünüz kimi belə bir səhifə açdı. Burada Download Trial. Bu sözə vururuq. Mən bu proqramı yüklədiyim üçün indi yükləməyəcəyim. Bu proqramı yüklədikdə qarşınıza belə bir proqram çıxacaqdır və siz də görəcəksiniz ki, bu After Effects proqramı deyil. Onun üçün də bəziləri bu proqramı yükləyəndən sonra silir, səhv proqram yüklədiyini zənn edir. Bu proqramı yükləndikdən sonra kompüterə yükləyirik və ondan sonra bu proqramı açırıq. Bu proqram açıldıqda Apps yazılan sözə tıklayırıq və gördüyünüz kimi burada After Effects. İndi mən bu proqramı burada yüklədiyim üçün burada yükləmə yeri yoxdur və обновление sözü yazılmışdır. Əgər siz bu proqramı yüklədikdə bu обновление sözünün əvəzinə demo və ya ustanovit sözünü yazacaqdır və siz onunla tıklayaraq həmin proqramı kompüterinizə yükləyəcəksiniz. Lakin bu proqram yüklənərkən internetlə bağlantınızı kəssəniz, bu proqramın yüklənməsi yarıda qalacaqdır. Onun üçün də bu proqram yüklənərkən yuxarıda göstəriləcəkdir. Yuxarıda da neçə faiz yükləndiyini göstərəcəkdir və siz buna yüklənərkən X-ə də basa bilərsiniz. Çünki sizin X-ə basmanızsa o proqram dayandırılmır, yüklənməsi dayandırılmır. Əgər siz lakin bağlantınızı kəssəniz, həmin proqramın yüklənməsi dayandırılacaqdır. Proqram yükləndikdən sonra belə bir fonla qarşınıza çıxacaqdır və bunun üzərinə 2 dəfə tıklayaraq biraz gözləyirik. Və gördüyünüz kimi After Effects proqramı açdıqda belə bir səhifə gələcəkdir və bura Close edərək keçirik və burada belə bir səhifə də açacaqdır. Buna isə Continue Trial sözünə tıklayırıq. Bunda da Close. Gördüyünüz kimi After Effects açdı və inşallah gələn dərslərimizdə mən sizlərə bu proqramı necə işlədəcəyinizi və burada videoları necə montaj edəcəyinizi göstərəcəyim. Məni izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.